Buyurdu zannaqasul əhd sallallahu aleyhim aduvvuhum. Bir-birimizə peyman bağlayırıq, alver eləyirik, heç moğa peymanlara tabi olmuruq. Muvazib olun deyib bu işler. Kur'an buyurur düz yolu hidayet ile. İnna hedaynahu sebil imma şakiren ve imma kefura. Allah cehennemin de yolu sana müşəxxəsdir. Beşdir. Bala qeyrətən o cürdə. Ağa sən də bilirsən, mən də biləm. Hansımız cəhənnəmə gedəcəyik? Hansımız beşdir? Yalandır. Ay, hələ sənə pərvəndə açarlar, səni qiyamətdə mühakimə eləyələr. Vəxtə yoxdur. Sənin 2 dənə mələyin çəpras yazırlar. Savab yazan bekardı, günah yazanın heç vəxti yoxdur benavanın. Öləcəyin asacaqla boynu var. Mütaliə befərma. Özün də biləcəksin. Cəhənnəmə yox, bilmirəm filanı. Deyir oğlan, kəhlik kimin başını soxma qara. Yəni sən bilmirsən kimin övün yıxıbsa. And ləzzət tapasa bilirik. 50 il bundan qabaq köçüb gəlmiş, indi qəydəndə kəndə. Dədə filanın durası iti məni burada qovdu, barım çatlamış. 40 il bundan qabaq. Yəni sən bilmirsən kimin övün yıxıbsa. Qəşəng bilirik baba. Bu söhbətlər nə mənə adam görə o qədər əqli zail ola. Bizən insan əğzinin nə qədər məğzinin yeri vardı. Ələn bu hardılar var ha kompüterlərdə. Deyirlər bir dənə ambar rəm tökələ bir yerə. Balaca rəmlərdən. İnsanın məğz olan hamısıcaq yeri vardı. Görürsən özdə nə sürəti yenir aşağı nə bir şey. 50 il bundan qabaq bir hadisi ittifat ki, zihni və düyməsin vırcağın təsviri, filmi, səsi, adam namısı gəlir gözün qabağına. Bu yan sən bilmirsən kimin övün yıxıbsan. Bunlar hamısı hava, sözdür biz deyək bilmirik. Buyurur Haqqun-Nas'dan Allah keçməyəcək ha. Haqqun-Nas qalacaq boynunda. Yekiyəz namha ruz qəməd yevməl hesab. Ruz hesab kitabda Allah Haqqun-Nas'ı qaytarıb verəcək özünə. Və sənin mənim haqqım yoxdur, əslən pis adamın da haqqın yiyək. Ey baba, nuzulxordan kəsmişəm, eyb eləməz. Bəhanə eləyir öz cəmalın yeməyi. Əslən hər kəsdən kəsibsən, ağa sən bu kəsməyin xarabdır. Bu əməlin qələtdir. Haqqımız yoxdur, biz özgənin malın yiyə. Bir dənə şəxsi getdi Zaire, Əmir-i Möminin Əli ibn Əbi Talibin hərəminə, ağa vaxt qutaranda Muhammediyyən buyur ha, başıva dolanım. Pulların gedəndə verdi bir nəfərə, çıxanda dedi, mən bu pullarımı dedi, hansı əliylə mənə veribsən pulu? Ulan qaş get, mənə pul verməyibsən. Kişi getdi hərəmə, ağladı, ya Əmir-əl-Mömin, kişi belədi iş olar ağı. Kişiyə pullar vermişəm, indi danır işləyə mənə pul verməyibsən. Buyurdu, gəldi uzuna, buyurdu, get. Molla Haşim-i Nəcəfi, Seyyid Haşim-i Nəcəfi, imam cəmaətdir, hərəmdə get dərdivona denen, o sən puluvalar verir. Deyir gəldim, gördüm, çox bir zəif şeydi deyirəm, ulan o Sibil Qolovdun qabağında malla nə gələcək, pul ala bilər mənə. Deyir, deməyədim heç tutandığımdan ki, baba mənim pulumu filan et, getdim hərəmə ya Əmir-əl-Mömin axı, o çox belə Gərdan Qolovda adamdır, bu cür adamlara pul verməz, buyurdu, getsən onun yanına, o sən puluvalar verər. Getdim deyir, buna dərdimi dedim, filanı pul, buyurdu nahar vaxtı namazda burada ol, sən puluvalım mən verim. Getdim, gördüm, bəli, bizim pulu yiyən də oturub əvvəl səhvə namazda. Seyyid Haşim-i Nəcəfi namazı qutuldu, çıxdı mənbərə. Buyurdu, mərdum, Haqqun-Nas'dan Allah keçməyəcək. Haqqun-Nas'dan Allah keçməyəcək. Hətta bir nəfər Yəhudinin haqqın yiyəsən. Dedi, mən özüm, qoy öz cərəyanımı sizə deyim ki, bir dənə Yəhudidən 20 dirhəm borc aldım. Bunun verdim 2 dirhəm ki, qaldı 2 dirhəmi. Getdim məğazəsinə, gördüm köçüb çıxıb gedib. Onu yavaş atdım məğaziyə. Bəd əz müddətdə yatdım, yuxuda gördüm qiyamətdir. Məni aparırlar polis ratın üstündən keçəndə, ağı cəhənnəm əhlin behişt əhli görəcəklər da, atda cezqal olurlar. Deyəcək, ma sələkəkum fi səqər. Dadaş bənə, burada nə gərisən? Deyəcək, ləmnəkum minəl müsəllim. Biz namaz qılmazdıq dünyada, çörək verməzdik. Oyunbazlığa baxırdıq, indi düşmüşük bura. Deyir, gördüm cəhənnəmin içindən bir nəfər məni çağırdı. Seyyid Haşim-i Nəcəfi. Gətdim, bəli. Dedim, mənim o 2 dirhəmimi verim. Dedim, baba gəldim, yoxudum məğazımızda, atmışam məğaziyə pulu. Dedi, yox, mənim pulumu ver. Deyir, dedim, da burada pul yoxdur, qoy mən keçim. Dedi, yox, qoymaram gedəsən. Nəyim var verəsən mənə, işdadır. Dedi, bəs məni cəhənnəm otu bətər əziyyət edir, icazə verməz səni bir basın bağrıma. Mənim ürəyim atcaram olsun. Dedim, o vəzdə məni sən tutasan, mən səndən də pis pişərəm. İcazə verəmmərəm. İcazə ver əlimi qoyum qəlbin. Dedim, aman da mənə yaxın gəlmə. Dedi, çarə yoxdur, 2 dirhəmimə barmağımı qoyacağım sinövə.
Barmağım vurdu sinəmə, yuxudan atıldım, gördüm sinəm yanıb. Açdı mənbərdə sinəsini görsətdi. Əyyühənnas həqqünnasdan Allah geçməyəcək və Qur'an da bizə 100% buyurur, mərdum muvazib olun, öz haqqınıza qane olun. Allah inşallah dünya və axirət sizi, bizi Qur'andan, əhl-i beytindən kənar